Aklına diyorsun 7'den gol. Salam hörmətli tamaşaçılar, əziz Ağdamlılar, Qarabağlılar, hər birinizi xoş gördük. Mən bloger Orxan Şirinli, hər birinizi salamlayıram. Bugün Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda növbəti qarşılaşmanı sizin üçün şərh edirəm məhz bu günləri. 9 may 2026-cı il tarixində Həvəskar Liqanın E qrupu maçında Ağdam Futbol Klubu Mərcanlı komandası ilə qarşılaşır. İndi klubumuzun hücumu, amma Mərcanlı qalkiperi yerindədir. Oyunun start fitindən sonra məhz oyunun baş hakimi Sərxan İsmailovun fitindən sonra ilk hücumumuzu gerçəkləşdirdik və top dirəkdən döndü, amma sonda yan xətt hakimi offside bayrağını qaldırdı. Mərdan Fərid Məmmədov, Faiq Mərdan, indi Mərcanlı komandasının hücumu davam edir. Müdafiəçilərimiz Tahir Bayramov topu ram etməyi bacardı və onların hücumçusundan aldı. İndi Faiq Mahmudov, Sərvan, Şünasib Edilli Sadiqlə oynayacaqdı, amma Sadiq oraya tərəf qaça bilmədi sözün əsl mənasında. İndi Samir Əzimov, Faiqdən Sərvan Yamənliyə, Vüsal Zeynalov, Vüsal ötürməsini etmişdi ötürməsini, amma birazca sürətli oldu. Məhz Vüsal Zeynalovun ötürməsi. İndi Mərcanlı komandasının hücumu başlayır. Tahir, Sərvan kimi ötürəcək. Şünasib Edilli ilə oynadı, amma Şünasib o topa çata bilmədi. Biraz sürətli oldu. Faiq Mahmudov. Əhsən sənə Faiq. Sərvanı ötürdü. Sərvan irəliyir. Şünasib Edilli ilə oynadı. Şünasib çox əzimkar mübarizə apardı orada. 2 Mərcanlı Futbol Klubunun yarı müdafiəçiləri ilə və auta çıxartmışdı topu. İndi hücumumuz davam edir. Haydi Fərid Məmmədovun atdığı top qapının üstündən keçdi. Belə davam etsə doğrudan da bu oyunda çox qollar olacaq, hörmətli azarkeşlər. İndi Tahir Bayramov ötürdü Sərvan Yamənliyə. Sərvan kimi ötürəcək? Sərvandan Samir Əzimova. Samir top itirdi. İndi Mərcanlı komandasının hücumu və Hilal İmranlı yerindədir. Hilal İmranlı dərhal başladı. Mərdan ötürdü Sadiq Zeynalova. Vüsal Zeynalov. Vüsal
Vüsal. İndi Samir Əzimov yerindədir. Tahir Bayramov. Rəmzi Cabbarov idi o. Rəmzi Cabbarov. Bəli, 11 nömrəli futbolçumuz Rəmzi Cabbarov idi. İndi Hilal İmranlı. Haydi Hilal. Hilal topun qapıdan keçməsinə əməlli başlı mane oldu. Həqiqətən də əhsən Hilal. İndi Mərcanlı komandası küncdən zərbə deyirdi, amma hakim deyir ki, mən görürəm Sərxan, mən nəzarət edirəm dedi və indi Mərcanlının növbəti hücumu nə ilə nəticələnəcək? 6 nömrəli oyuncumuz Faiq Mahmudov topu çıxartdı və küncdən zərbə olacaq. Mərcanlı komandası ilk küncdən zərbəni yerinə yetirəcək. Qapıya doğru ötürmə, Hilal İmranlı. Qapıya doğru ötürmə, Hilal İmranlı. Çox gözəl bir ötürmə idi. Künc zərbəsindən birbaşa qapıya zərbə indirdi. Mərcanlı komandasının hücumçusu, amma Hilal bu topu zərərsizləşdirə bilmədi. 1-0 Mərcanlı komandası irəlidədir. İndi mərkəz xəttindən topu oyuna daxil etdilər. Samir Əzimov, Sərvan Yamənli. Hilal İmranlı əslində əlindən gələni etmişdi. Topa da toxunmuşdu, amma top iti bucaq altında burulub qapıya daxil oldu. Yəni burada Hilalın da nəsə etməsi biraz inandırıcı görsənmirdi. Əslində əlindən gələni etdi, amma yenə də qol oldu. Eyb yoxdur, hələ dəqiqələr çoxdur. Yəni bu nəticəni dəyişmək üçün hələ çox vaxtımız var. Mərdan Sadiq Zeynalov topu aldı. Mərcanlı komandasının hücumu başlayır indi hal-hazırda. 2 nömrəli oyuncumuz Mərdan Süleymanov yerindədir və topu outa çıxartdı. Dərhal topu oyuna daxil etdilər. Hilal İmranlı yerindədir. Hilal İmranlı dərhal mərkəz xəttinə topu ötürdü. İndi Mərdan Süleymanov, Sərvan Yamənli. Birbaşa qapıya doğru zərbə, amma top qapının üzərindən keçdi. İndi Hilal İmranlı topu oyuna daxil edəcək. Kimlə oynayacaq? Şünasib Edilli. Şünasib Edilli. Tahir Bayramov. Tahir ötürməsini etdi Şünasib Edilliyə, amma top çıxdı. Out, topu oyuna kim daxil edəcək? Bizim komanda daxil edəcək. Son anda Mərcanlı komandasından çıxmışdı top. İndi onlar hücumlarını davam etdirirlər. Mərcanlı komandası. Faiq Mahmudov, ala bilərsən onu Faiq. Əhsən sənə Faiq. Amma burada cərmə zərbəsini Mərcanlı komandası yerinə yetirəcək. Faiq əlindən gələni etmişdi orada. İndi meydan amilini də nəzərə alsaq, yəni orada yıxılmamaq mümkün deyil idi. İndi Mərcanlı komandasının 44 nömrəli oyuncusu topu oyuna cərmə zərbəsindən daxil edəcək. Hakim fitini saldı və birbaşa qapıya doğru zərbə. Hilal İmranlı topu qapıya girməsinə mane oldu.
əlləri ilə topu uzaqlaşdırdı Hilal İmranlı. Mərdan Süleymanov birbaşa mərkəz xəttinə topu ötürdü. Fərid Məmmədova doğru indi. Fərid Məmmədov çatsaydı təhlükəli olardı. İndi Şünasib ötürməsini etdi Fərid Məmmədov, amma orada heç kim yox idi Fərid. Topu ayağında saxlamaq lazım idi, baxmaq lazım idi, daha sonra ötürmək lazım idi. Əhsən sənə Hilal İmranlı. Gözəl oynadı Hilal. Komandamız outdan topu oyuna daxil edəcək. Şünasib ötürməsini etdi Tahir Bayramova. Faik Mahmudov. Sərvan Yaməli Samirlə oynadı. Samir Əzimov. Mərdan Süleymanov. İrəliyə doğru bir pas Fərid Məmmədova. Amma Mərcanlı müdafiəçiləri topu ram etdilər indi. 11 nömrəli oyunçumuz Rəmzi Cabbarov. Samir Əzimov outdan topu oyuna daxil edəcək. Sərvan Yaməli, Samir Əzimov. Tahir Bayramov. Haydi Tahir. Düzgün ötürmədi. Tahir əslində irəlidə çox futbolçularımız var idi. Təhlükəli hücum qura bilərdik. İndi Vüsal Zeynalov. Sərvan Yamənli. Əhsən sənə. Vüsal Zeynalov çatacaqsan o topa. Bəli, Sadiq Zeynalov indi ötürməsini etdi. Fərid Məmmədova doğru, amma Mərcanlı komandası topu out'a çıxartdı. Şünasib Edilli topu oyuna daxil etdi outdan. İndi 5 nömrəli Tahir Bayramov. Ötürməsini irəliyə doğru, amma ünvansız bir pas idi o da. Yenidən top bizdədir. Outdan Sadiq Zeynalov topu oyuna daxil edəcək. Şünasib Edilli ilə oynadı. Şünasibdən irəliyə doğru bir pas. Kim var orada? Tahir Bayramov. Geridə heç kim yoxdur. Dərhal geri qayıtmalıyıq. Dərhal müdafiəyə qayıtmalıyıq. Şünasib, Faik, Mərdan, Samir hamısı yerindədir. İndi əhsən sənə Şünasib ötürməsini etdi. Sadiq Zeynalovla oynadı. Sərvan Yamənli. Tahir Bayramov. Tahir ötürməsini etmişdi Sadiq, amma top çatmadı. Yan xət hakimi bayrağını qaldırdı. Offside qərarı. İndi Mərdan Süleymanov topu oyuna daxil edəcək. Azarkeşlər məhz komandamızdan gol gözləyir. İndi Fəriddən qapıya doğru zərbə, amma qapıcı topu ram etdi. Fəriddən gözəl bir zərbə qapıya doğru. İndi Mərcanlı komandasının hücumu başlayacaqdı. Yaxşı oynadılar bizim futbolçularımız. Fərid Məmmədova doğru bir pas, amma top ayağına oturmadı. Komandamız outdan topu oyuna daxil edəcək. Mərdan, Tahir Bayramov. Amma topu itirdik. İndi hücum başlayacaq Mərcanlı komandasının. Tahir Bayramov yaxşı oynadı. Baş hakim oyunu saxladı. Nə baş verir burada? Əlinə mi dəymişdi?
Hakimə dəymişdi top, ona görə də yenidən başlamalarını istədi. Sadiq Zeynalovdan irəliyə doğru bir pas Rəmzi Cabbarova doğru. Rəmzi mübarizəsini davam elətdirir. Sərvanla oynadı. Sərvan Yamənli amma top itirdi. Dərhal Mərdan İsmailov yaxşı oynadı orada. Samir Əzimov. Samiri də keçməyi bacardılar, amma Hilal yerindədir. Əhsən Hilal. Tahir Bayramov. Tahir Bayramovdan Sadiq Zeynalova pas ötürülməsi. İndi Şünasib top itirməmişik, top bizdədir. Şünasib irəliyə doğru, Rəmzi Cabbarova doğru bir pas. Rəmzi, Sərvan Yamənli birbaşa qapıya doğru zərbə, amma müdafiəçilər yaxşı oynadı orada. İndi Tahir Bayramov imkan vermədi. Tahir Bayramov, onlar kəsərli hücum qursunlar. İndi birbaşa auta çıxdı, topu oyuna Mərcanlı komandası daxil edəcək. 7 nömrəli oyunçuya ötürmüşdü, amma Tahir Bayramov yenə də imkan vermədi. Onlar hücum qursunlar. Mərdan Süleymanov. Çox gözəl oynayırlar bugün müdafiədə. Mərdan Süleymanov və Tahir Bayramov. Faiq Mahmudov. Müdafiə çox gözəl təsir bağışlayır bugün. Vüsal Zeynalovu da unutmaq lazım deyil. Doğrudan da hər birisi yaxşı oynayır. Sadəcə bizə bugün qələbə lazımdır. Bol qollar lazımdır. Onu da inşallah irəliyən dəqiqələrdə bacaracağıq, nail olacağıq o qollara. İndi Vüsal Zeynalov. Vüsal ötürməsini etdi Fərid Məmmədova. Haydi Fərid! Top ayağına oturmadı Fəridin. İndi Sadiq Zeynalov. Sadiq. Baş hakim saxladı topu. Sadiqin qayda pozuntusu etdiyini işarə etdi. İrəliyə doğru bir pas Mərcanlı komandasından, amma müdafiəçilərimiz yerindədir. Vüsal ötürməsini etdi Sərvanla. Sadiq. Sadiq Zeynalov. Kimlə oynayacaq? Sərvanla oynayacaq. Bəli, Sərvanla oynadı. İndi kim ötürəcək? Sərvan. İrəliyir Sərvan. Buna biz pas deyə bilmərik. Təbii ki, birbaşa qapıya zərbə idi, amma çox zəif bir zərbə. İndi Quzanlı stadionunda çox sayılı azarkeşlər məhz bugün Ağdam Futbol Klubunu dəstəkləmək üçün gəliblər. İndi mən fasilədən istifadə göstərmək istəyirəm. Doğrudan da çox sayılı azarkeşlər bu günləri məhz bizim komandanı dəstəkləmək üçün gəliblər. Tribunanın sağ və sol cinahında çox sayılı azarkeşlər var. İndi Sadiq Zeynalov qapıya doğru zərbə. Top qapıdan biraz aralı keçdi. Və alqışladılar Sadiqi bu gözəl zərbə münasibəti ilə. Bax, belə davam eləsək, doğrudan qapıya doğru qolu da tapacağıq. İndi hakim şifahi xəbərdarlıq etdi. Mərcanlı komandası irəliyə doğru bir pas ötürdü. Faiq Mahmudov yerindədir. Sadiq Zeynalov. Sadiq Şünasib edildi. Və müdafiəçilər topu çıxartdılar. Out. Out. Mərcanlı komandası out'u yerinə yetirdi. İndi onlar irəliyə doğru bir pas ötürmüşdü. Sadiq Zeynalov Sərvanla oynadı. Sadiq
birbaşa qapıya zərbə vurdu Sərvan Yamənli, amma yenə də qapısı yerindədir Mərcanlının. Şünasi irəliyə doğru, Fərid Məmmədova doğru bir pas. Çox gözəl qarşıladı topu Fərid. Ötürməsini Sadiq Zeynalova doğru etmişdi, amma Sadiq top ayağına oturmadı o anda. Mərdan Süleymanov irəliyə doğru. Sərvan Yamənli topu qarşıladı. Orada heç kim yox idi. Əslində Rəmzi Cabbarovla oynamışdı. Rəmzi İrəliyə doğru qaçdı, heç ummazdı topun ötürüsün o anda. Tahir Bayramov birbaşa Tahir Fəridə doğru pas ötürmüşdü. Haydi Sadiq, vur qapıya, bəli! Gol! Gol, 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 gol! Sadiq Zeynalov! Möhtəşəm bir gol vurdu Sadiq Zeynalov. İnanılmaz. Təşəkkürlər Sadiq Zeynalov. Bəli, gözləyirdik Sadiqdən belə bir zərbə. Az öncə də yoxlamışdı, amma bu səfər gol qeydə alındı. Ağdam klubu Mərcanlı ilə qarşılaşmada bərabərlik golunu vurdu. Hesab 1-1'dir. İndi oyun devam edir. Bəli, bax, belə davam eləmək lazımdır. Hələ qollarımız qarşıdadır, vaxt çoxdur. Rəmzi Cabbarov, haydi Rəmzi ötürməsini etdi Fərid Məmmədova. İndi Şünasib edildi, haydi Şünasib. Əlsən sənə, yaxşı oynadınız hər biriniz. Künstdən zərbəni yerinə yetirəcək Ağdam klubu. Sadiq Zeynalov künst zərbəsini yerinə yetirəcək. Doğrudan da komandamızda böyük ruh yüksəkliyi var. Azarkeşlər dayanmadan komandamızı dəstəkləyir. Növbəti qolu vura bilərdik Tahir Bayramov. Şünasib gözəl oynadı, Şünasib edildi. Əlinə dəymişdi. Şünasibin baş hakim belə bir qərar verdi. Nə qədər ki mən onu görmədim indi. Hər halda hakim daha dəqiq bilir. İndi topu oyuna daxil edəcək Mərcanlı komandası. Yəqin ki irəliyə doğru ötürəcək pasını. Samir Əzimov 3 nəfərlə mübarizə aparırdı orada Samir Əzimov. Əhsən sənə Samir. Əhsən sənə Samir. İmkan vermədi onlar kəsərli hücum qursunlar. Çox gözəl oynadı. İndi Hilal İmranlı ötürməsini etdi Mərdan Süleymanova. Görək kim top oyuna daxil edəcək. Hilal İmranlı. Mərdanla oynadı Hilal. Mərdan Süleymanov irəliyə doğru mərkəz xəttinə pas ötürmüşdü, amma top çıxdı. Mərcanlı komandası top oyuna daxil edəcək. İrəliyə doğru ötürdülər, amma növbəti out. Fərid Məmmədov 3 nəfərlə mübarizə aparmışdı Fərid Məmmədov, orada tək idi. Sadiq ötürməsini etdi Fəridə.
Və Mərcanlı komandası topu çıxartdı. Out komandamız yerinə yetirəcək. Tahir Bayramov. Tahir. Ötürməsini etdi Tahir. Və cərmə zərbəsi. Mərcanlı komandası cərmə zərbəsini yerinə yetirəcək. Azarkeşlərdən inanılmaz dəstək var. Tahir Bayramov, Samir Əzimov ötürməsini etdi Sadiq Zeynalova, amma çatmadı Sadiq o topa. Samir Əzimov, Mərdan Süleymanov, Mərdan birazca təhlükəli oynamışdı Mərdan Süleymanov. İndi birbaşa qapıya zərbə vura bilərlər bu nöqtədən. Görək necə olacaq. Mən belə zənn edirəm birbaşa qapıya doğru olacaq bu. Bəli, elə də oldu, amma top qapının üstündən keçdi. Hilal İmranlı yerindədir. Ötürməsini etdi. Dərhal Şünasib Edirli ilə oynadı. Şünasib, əlasan Şünasib. Kimlə oynayacaq Şünasib? Sərvan Yamənli, top itirmədik, bizdədir top. Tahir Bayramov, Şünasib Edirli, Şünasib. Sərvan, Sərvan, Faik, Tahir, yenidən Faik, Sərvan, Samir Əzimovla oynasaydı qəşəng olardı, amma yenə də top bizdədir, itirmədik topu. Tahir Bayramov, Mərdan Süleymanov doğrudan da bugün çox adını çəkirəm məhz bu yeni futbolçumuzun, yeni transferin. Həqiqətən də çox gözəl təsir başlayır müdafiədə. Mərdan Süleymanov, əhsən sənə. Əlindən gələni edir Mərdan Süleymanov. Faik, Hilal İmranlı yerindədir, əhsən. İrəliyə doğru dərhal pasını ötürdü Vüsal Zeynalov. Vüsal top itirdi. Dərhal müdafiə çəkilməliyik. Yaxşı. Samir Əzimov topu ötürmə edərkən səhvə yol verdi və ikinci top qapımızdan keçdi. Çox təəssüf. Ani momentdə səhvə yol vermişdi Samir Əzimov. İrəliyə doğru qüvvətli zərbə endirmək varkən aşağı ilə oynadı. Yerlə oynadı və dərhalda Mərcanlının hücumçusu maksimum şəkildə istifadə etdi. Bu hədiyyədən maksimum şəkildə istifadə etdi, belə deyək. 2-1 Mərcanlı komandası irəlidədir. Növbəti dəfə irəliyə keçdi və dərhal hücumumuz başladı. Rəmzi Cabbarov 3 nəfərlə mübarizə aparır orada. Sərvan, Tahir Bayramov. Tahir Bayramov. Tahir ötürməsini etməliydi onda. Sərvan mübarizəsini davam elətdirdi. Ötürdü Şünasib Edirliyə. Sərvan amma Şünasib bitirdi. Çox təəssüf. Mərdan Süleymanov yenə də yaxşı oynadı orada, imkan vermədi irəliyə doğru geçsinlər. Mərcanlının hücumçusu Tahir Bayramov yerindədir. Tahir Şünasib Edirli ötürməsini etdi dərhal irəliyə doğru, amma orada bizim futbolçularımız topu saxlaya bilmədilər. Şünasib ötürməsini etdi Fərid Məmmədova. Ötürməsini etmişdi orada amma. Samir Əzimov itirdi topu, amma ötürməsi Mərdan Süleymanova çatmışdı.
İndi Vüsal Zeynalov, Sadiq Zeynalov ötürdü. Sərvan Yamənli. Sadiq Zeynalova doğru gözəl bir pas. Top Hilaldadır. Hilal birbaşa irəliyə doğru pas ötürdü. Sadiq Zeynalova doğru amma Şünasib yerindədir. Tahir Bayramov. Sərvan Yamənli. Tahir. Tahir ötürməsini etdi Şünasib Edilliyə. Yenidən Tahir. Samir Əzimova doğru pas ötürdü. Sərvan Yamənli. Sadiq. Yenidən Samir Əzimov. Qapıya doğru zərbə Samirdən, amma qapçı yerindədir. Qalkiper ötürməsini etdi sağ cinaha doğru. Dərhal outdan top oyuna daxil etdilər. Birbaşa 9 nömrəli oyuncuya doğru. Hilal yerindədir. Hilal ötürməsini etdi. Şünasib Edilli. Şünasib birbaşa mərkəz xəttinə doğru bir pas. Top oyundan çıxmayıb. İndi Tahir Bayramov. Top onun çiyninə dəyərək Mərcanlı komandasının futbolçusuna doğru yönəlmişdi. Samir Əzimov. Samir Əzimov Mərdan Süleymanovla oynadı. Mərdan top itirdi. Birbaşa qapıya doğru zərbə, amma Hilal İmranlı yerindədir. Hilal irəliyə doğru pas ötürdü. Dokuz nömrəli Mərcanlı komandasının futbolçusunu ötürmə etmişdi, amma müdafiəçilərimiz orada yaxşı təsir bağışladı. Birbaşa Vüsal Zeynalova doğru ötürmə, amma Mərcanlı komandasının futbolçusu out'a çıxartdı topu. Sadiq Zeynalov Sərvanla oynadı. Sərvandan Vüsal Zeynalova doğru bir pas və künc zərbəsi olacaq. Komandamız künc zərbəsini yerinə yetirəcək. Sadiq Zeynalov künc zərbəsini yerinə yetirəcək. Faiq Mahmudov, Sərvan Yamənli ötürmə etmişdi Sərvana doğru, amma Faiq Mahmudova qarşı kobudluq, sarı kart. Baş hakim sarı kartı çıxartdı Mərcanlı komandasının bu futbolçusuna qarşı, hansı ki kobudluqla yadda qalmışdı. İndi Mərcanlı komandasının qapçısı hələ ki topu özündə saxlayır. Biraz vaxt itirməklə məşğuldur bu anda məhz qalkiper. Tahir Bayramov. Rəmzi Cabbarova doğru bir pas, gözəl də bir pas alındı. Haydi Rəmzi. İmkan vermədilər Rəmziyə oynamağa orada. Məhz cərimə meydançası daxilində. Samir Əzimovdan da keçdi top. Onların hücumu davam edir.
Tahir Bayramov ondan da keçdi qapıya doğru. Hilal İmranlı yerindədir. İkinci cəhdə topu tutmağı bacardı Hilal. İndi Mərcanlı komandasının hücumu. Faiq Mahmudov yaxşı oynadı. Tahir Bayramov ötürməsini etmişdi o anda Rəmzi Cabbarov, amma rəqib komandanın müdafiəçisi yerində idi. İndi Sərvan Yamənli. Sərvandan da keçdi top. 8 nömrəli oyuncuya gözəl bir pas, amma Faiq Mahmudov yerindədir. Əhsən Faiq. Qəşəng Mərdan Süleymanov imkan vermədi. Əhsən Mərdan Süleymanov gözəl oynadı orada. İndi Rəmzi Cabbarov ötürməsini etdi Sadiq Zeynalova. Sadiq yenidən Rəmzi ilə oynadı. Haydi Rəmzi. Amma orada rəqib komandaya qarşı kobud oynadı Rəmzi Cabbarov və hakim topu saxladı. Zərbə Mərcanlı komandası yerinə yetirəcək cərmə zərbəsini. İndi hələ Mərcanlı komandasının futbolçusu yerdədir. İndi görək onun səhhəti necədir? Oynaya biləcəkmi? Dərhal su verdilər. Və ayağa qalxacaq, bəli, ayağa qalxdı. İrəliyə doğru bir pas. Şinasib edildi. Tahir Bayramov top itirdi. Hilal dərhal pasını ötürdü. Şinasib edildi ilə oynadı. Vüsal Zeynalov top itirdi. Samir Əzimov, Samir, Sadiq Zeynalov Rəmzi ilə oynayacaq, bəli. Amma biraz sürətli pas idi Sadiq Zeynalovdan. Qəşəng. Hilal İmranlı gözəl oynadı. Hilal hücumçu ilə qarşılaşmada qalib ayrıldı orada. İndi Sərvan Yamənli. Sərvan. Ötürməsini etdi Sərvan Yamənliyə. Sərvan top itirdi. İndi Mərcanlı komandasının hücumu başlayır. 27 nömrəli oyuncuya doğru pas ötürdülər. Qəşəng Tahir Bayramov. Faiq Mahmudov idi bu. Tahir yox. Faiq Mahmudov gözəl oynadı. Rəmzi Cabbarov. Sadiq Zeynalov. Haydi Sadiq. Kəsərli bir hücumla bərabərləşdirmək olar nəticəni. Fərid Məmmədova doğru. Penal! Penal verdi baş hakim. Penal verdi. Bəli, bərabərləşdirmək lazımdır. Hesabı 2-2 eləmək lazımdır. Cərmə meydançası daxilində kobud oynadı orada. Mərcanlının müdafiəçisi və baş hakim heç tərəddüd etmədən penal verdi. Azarkeşlər növbəti dəfə ruhlandı və komandan irəliyə doğru səsləyirlər bu anda. Bəli, hesab bərabərləşə bilər. Sadiq Zeynalov penalı yerinə yetirəcək. Haydi Sadiq, səndən ancaq bərabərlik qolunu gözləyirik. Topun arxasında Sadiq Zeynalovdur, baş hakim fitini çaldı və nəticə gözəl. Gol, 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 gol. Sadiq Zeynalov ikinci topu qapıdan keçirdi. Məhz bu oyunda Sadiqin ikinci goluydu bu. Hesab 2-2 bərabər. Əhsən sənə Sadiq.
Əhsən sənə Sadiq. Əhsən sənə Sadiq. Hesab 2-2. Oyun davam edir. Birinci hissə yekunlaşdı. Oyunun baş hakimi birinci hissənin fitini çaldı və oyun başa çatdı. İkinci hissədə görüşənə dək mən bloger Orxan Şirinli. İkinci hissədə sizi yenidən salamlayacağım. Hələlik sağ olun, salamat qalın. Hörmətli azarkeşlər. Salam hörmətli tamaşaçılar, əziz azarkeşlər. Mən bloger Orxan Şirinli. İkinci hissədən hər birinizi salamlayıram. Birinci hissədə komandamız 2-2 bərabərliyi əldə etdi. İndi ikinci hissədə bizi nələr gözləyir? 45 dəqiqə ərzində oyunu yenədən mən Orxan Şirinli sizə şərh edəcəm. Sadiq Zeynalov, Sadiq ötürməsini etdi. Oyuna yeni daxil olan futbolçular var, onları da sizə təqdim edəcəm. Amma indi hələ ki hücum başa çatsın. Sərvan Yamənli. Tahir Bayramov. Tahir. Hörmətli azarkeşlər, Faiq Mahmudov, Rəmzi Cabbarov meydanı tərk edib və onun yerinə Cabir İsmailzadə, 7 nömrəli oyuncu Kənan Rəhimov və 99 nömrəli oyuncu Kamran Tağıyev meydandadır. Kamranın yerinə oyunu kim tərk edib, indi birazdan bu haqda da məlumat verəcəm. Hal-hazırda məlum olan odur ki, Faiq Mahmudov və Rəmzi Cabbarov meydanı tərk edib. İndi Cabir İsmailzadə, haydi Cabir, sürətli futbolçudur. Cabir İsmailzadə ağır çəkisi olmasına baxmayaraq çox sürətli futbolçularımızdan biridir. İndi Fərid Məmmədov, haydi Fərid ötürməsini etdi Cabir İsmailzadəyə. Cabirdən pas və orada böyük bir səhvə yol vermişdi Mərcanlı komandasının müdafiəçisi, amma yaxşı qutardılar, necə deyərlər. Mərdan Süleymanov. Sərvan Yamənli ötürməsini etdi Kənan Rəhimova. Yeni futbolçularımızdandır o da. Fərid Məmmədov mübarizəsini davam elətdirir. Fərid Məmmədov. Vur qapıya Fərid. Gol! Gol, 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 gol! İnanılmaz bir zərbə indirdi. Herkes elə başa düşdü ki, top meydandan çıxıb. Amma yox, top meydandan çıxmamışdı və dərhal cərmə meydançasına daxil olan Fərid Məmmədov topu qapıdan keçirməyi bacardı. Əhsən sənə Fərid Məmmədov, əhsən. 3-2 komandamız irəlidədir. Topu oyunda saxlamağı bacardı və dərhal da qapıya qol vurdu Fərid Məmmədov. İkinci hissiyə çox gözəl çıxıblar məhz komandamız Ağdam Futbol Klubu. Sərxan İsmailov oyunun baş hakimi fitini çaldı və mərkəz xəttindən rəqib komandanın futbolçuları davam edirlər. İndi Fərid Məmmədov yenidən
hücuma keçmək istəyirdi. Belə davam uşaqlar, belə getsə doğrudan da bizim komanda həqiqətən də çox qollar vura bilər rəqib komandanın qapısından. Birinci dövrənin yekununda mən də soyunma geyinmə otağındaydım və oradan Nurlan Quliyev və onun köməkçisi çox gözəl fikirlərini bildirdilər, öz tövsiyələrini verdilər öz futbolçularına və görürük ki, bu da nəticə verir. İndi Quzanlı qəsəbə stadionunda 1000-dən artıq azarkeş var hal-hazırda Ağdam Futbol Klubunun oyununu izləyir. Bütün azarkeşlərə də təşəkkürümüzü bildiririk. Həqiqətən də hər oyunda Ağdam Futbol Klubunu yalnız buraxmırlar. Həqiqətən də əhsən azarkeşlərimizə. Cabir İsmailzadə, Cabir irəliyir, 22 nömrəli futbolçumuz Sərvan Yamənliyi ötürdü. Yenidən Cabir İsmailzadə Sərvanla oynadı. Haydi Sərvan ötürməsini etsə Kənan Rəhimova yaxşı olacaqdı, amma orada offside qərarı vermişdi. Sadəcə meydan amilindən istifadə etmişdi. Sərxan İsmailov, amma top yenə də bizdədir. Onu da nəzər alaq. İndi Mərcanlı komandasının qalkiperi var qüvvəsi ilə topu irəliyə doğru ötürdü. Kamran Tağıyev. Kamran Tağıyev Vüsal Zeynalov oyundadır. Deyəcəkdim ki, Vüsal Zeynalovun yerinə giribdir, amma yox. Vüsal Zeynalov oyundadır. Bəs Kamran Tağıyev kimin yerinə girib? Rəmzi Cabbarovla Faiq Mahmudov az öncə demişdim. Yəni onlar çıxıblar. Samir Əzimovun, bəli. İndi xatırladım 3 nömrəli oyunçumuz Samir Əzimovun yerinə girmişdi. İndi Tahir Bayramov sarı vərəqə ilə cəzalandırılır. Cərmə zərbəsini Mərcanlı komandasının 44 nömrəli oyuncusu yerinə yetirəcək. İndi birbaşa qapıya da zərbə ola bilər, ötürmə də ola bilər, yəni pas ötürməsi də ola bilər. Hər halda indi biz biləcəyik. Birbaşa qapıya doğru zərbə idi. Top qapının sağ cinahından yan keçdi. Hilal İmranlı indi topu oyuna daxil edəcək. Çox güman ki, irəliyə doğru ötürmə edəcək. Hilal İmranlı, bəli, var qüvvəsi ilə irəliyə doğru Sadiq Zeynalova doğru ötürmüşdü, amma Sadiq topu saxlaya bilmədi. Sadiq Zeynalov bizim ən kəsərli hücumçularımızdan biridir, hansı ki, məhz 2 topla yadda qalıb. Sadiq Zeynalov biri penaldan, biri də qapıdan çox uzaqdan birbaşa qapıya doğru qüvvətli zərbə ilə vurulan qol idi. Hər iki qolun müəllifi Sadiq Zeynalovdur. İndi Kənan Rəhimov kimlə oynayacaq? Cabir İsmailzadə ilə oynadı. Küncdən zərbəni göstərdi baş hakim. Künc zərbəsini yerinə yetirəcəyik. Künc zərbəsini Sadiq Zeynalov yerinə yetirəcək. İndi Sadiq Zeynalov topu oyuna daxil edəcək künc zərbəsindən. Gözəl bir pas ötürülsə, bu da qolla nəticələnə bilər. Kamran Tağıyev qalxmışdı. Amma orada əllə oyuna işarə etmişlər bizim komandamızın üzvləri. Amma hakim dedi ki, oynamaq lazımdır. Qapıya doğru zərbə, top qapının üstündən keçdi. İndi
rəqib komandanın qapıçısı ötürməsini etdi. Daha doğrusu onun futbolçu həmkarı ötürməsini etmişdi. Tahir Bayramov, Cabir İsmailzadə topu saxladı və ötürməsini etdi Kamran Tağıyevə. Hücumçumuz Kamran Tağıyev ötürməsini etsəydi həmin anda Kamran orada çox təhlükəli. İndi oyunun baş hakimi Sərxan İsmailov Mərdan Süleymanova şifahi xəbərdarlığını etdi. Mərdan orada biraz rəqib komandanın başına doğru ayağını qaldırmışdı. Onu kobudluq olaraq qiymətləndirdi. Oyunun baş hakimi Sərxan İsmailov indi rəqib komanda yenə cərmə zərbəsini yerinə yetirəcək. Qapıya doğru bir pas, amma 3 oyuncumuz topa birdən zərbə indirmək istədi, amma toqquşma da baş verdi orada. Hilal İmranlı üçün elə də çətin bir top deyil. İndi Hilal orada belə hərəkətlər lazım deyil. Hilal onsuz da İndi Kamran Tağıyev topu ələ keçirən kimi də ötürdü. İrəliyə doğru Cabir İsmailzadə, amma qalkiper yerindədir rəqib komandanın. İndi qonaq komandada dəyişiklik olacaq. 7 nömrəli futbolçu meydanı tərk edir. İndi bizim azarkeşlər dayanmadan yenə qələbəyə səsləyir komandamızı. Nurlan Quliyev orada etirazını bildirir, amma cərmə zərbəsini yerinə yetirəcək rəqib komandanın futbolçusu dərhal qapıya doğru ötürməsini etdi. Cabir İsmailzadə gözəl oynadı. İndi onlar altdan top oyuna daxil etdilər. Dərhal da hücuma keçmək istəyirlər, amma Fərid Məmmədov yaxşı oynadı. Haydi Fərid. Top qapıdan yan keçdi. Və azarkeşlər Fəridi alqışlayırlar bu anda əzmkar mübarizəsinə görə. Tahir Bayramov top itirdi. Sərvan Yamənli, Sadiq Zeynalov oynadı. Kamran Tağıyev. Kamrandan Fəridə gözəl bir pas ötürməsi, amma keçmədi. Kənan Rəhimov ötürməsini etmişdi, amma rəqib komandanın futbolçusu. Qapıdan zərbə. Komandamız qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Baş hakim Sərxan İsmailov qapıcıdan biraz tələsməyi xahiş etdi və pitini çalmışdı o anda. Tahir Bayramov Sərvan Yamənli ilə oynadı və Sərvan topu itirdi. Out, topu oyuna Mərcanlı komandası daxil edəcək. Daha doğrusu hakim bizim komandaya üstünlük verdi. İndi Cabir İsmailzadə topa çata bilməyəcək yəqin ki.
Sadiq Zeynalov. Hamıdan keçdi top, necə deyərlər. Sərvan. Vüsal. Cabir İsmailzadə. Cabirdən qapıya doğru gözəl bir pas. Amma qapçı yerindədir. Vüsal o topa çata bilmədi. Azarkeşlərimizə Ərsən doğrudan da çox gözəl dəstək olurlar. Mən olan tribunada çox sayılı azarkeşlər var. 1000'ə yaxın azarkeş bizim komandamızı səsləyir qələbəyə və hesab 3-2'dir. Hazırda onların istədiyi o qələbəyə nail olmuşuq, amma oyunun sonuna hələ ki var. Ona görə də bizə bir dənə də gol lazımdır ki, çox rahat hərəkət edə bilək məhz meydanda. İndi yenə cərmə zərbəsi, yenə də Mərcanlı komandası yerinə yetirir. Qapıya doğru zərbə və 2 nömrəli Mərdan Süleymanov müdafiəçimiz yerində idi. Onların hücumu yenə də davam edir. İndi ora boşdur və offside. Yan xətt hakimi bayrağını qaldırdı. Komandamız topu oyuna daxil edəcək. Mərdan Süleymanov topu oyuna daxil edəcək. Mərdan kimlə oynayacaq? Var qüvvəsi ilə irəliyə doğru pas ötürdü. Mərdan Fərid Məmmədova doğru, amma top çox sürətli idi. Mərcanlının qapçısı o da irəliyə doğru oynadı. Nasib Edilli qarşıladı. Sadiq Zeynalov, Vüsal Zeynalov, Sərvan Yamənli. Vüsal Zeynalov gözəl pas ötürmüşdü, amma keçmədi. İndi rəqib komandanın hücumu başlayır, amma Nasib Edilli yerindədir. Dərhal topu qarşıladı. Pasını da ötürmüşdü Vüsal Zeynalova. İndi Vüsal orada rəqib komandanın futbolçusuna qarşı kobudluq etmişdi. İndi 99 nömrəli futbolçu meydandan çıxır rəqib komandanın ifasında və yeni oyuncu meydana daxil olacaq. Sadiq Zeynalov Ağdam Futbol Klubunun hücumçusu və 2 gol müəllifi Sadiq Zeynalov meydanı tərk edir. Onun yerinə Fərid Mahmudov daxil olur. Bəli. Oyun davam edir. Tahir Bayramov. Daha doğrusu Kənan Rəhimov idi o. Topu baş zərbəsi ilə qarşılayan Kənan Rəhimov idi. 7 nömrəli futbolçumuz. İndi Hilal İmranlı pasını ötürdü Tahir Bayramova. Amma top out'a çıxdı. İndi Mərcanlı komandası out'dan top oyuna daxil etdi. İndi 27 nömrəli futbolçusu ötürməsini etdi 14 nömrəli futbolçuya. Və out'dan yenə topu oyuna daxil edəcəklər. Kənan Rəhimov, Sərvan Yamənli. Əlasan Tahir Bayramov. Əlinə dəymişdi sanki Mərdan İsmail, daha doğrusu Mərdan Süleymanov da etirazını bildirmişdi hakimə, amma hakim oynamağı seçdi. Oynayın dedi Sərxan İsmailov. İndi Kamran Tağıyev. Kamran ötürməsini etdi. Cabir top ayağını saxlaya bilmədi. Topu ram etmək. Orada
Amma hələ ki top ondaydı. Ötürməsini də etdi Fərid Məmmədova. Kamran Tağıyev. Kamrandan qapıya doğru zərbə, amma top qapının sol cinahından yan keçdi və hakim, yan xətt hakimi də ofsayt bayrağını qaldırmışdı. Gol olsaydı da geçərli olmayacaqdı. Azarkeşlərimiz inanılmaz dəstək olurlar həqiqətən də. 3-2 qalib gələn komandamıza və növbəti bir zərbə yerinə yetirəcək. İndi Mərcanlı komandası özdə çox belə kritik mərkəzdən, cərmə meydançasından bir 7 metr kənarda bir zərbə olacaq indi. Çox belə təhlükəli zərbə ola bilər. Həqiqətən də biraz ehtiyatlı olmalıdır bizim futbolçularımız. Görək nə ilə yadda qalacaq. Məhz 44 nömrəli futbolçu qapıya doğru zərbə və Hilal İmranlı yerindədir. Əhsən Hilal. Çox düzgün mövqe seçmişdi qalkiperimiz. Başa düşülən idi ki, oradan birbaşa qapıya doğru zərbə olacaq, amma Hilal da mövqeyini düzgün seçmişdi. Və elə də bir təhlükəli zərbə olmadı. Azarkeşlərimiz dayanmadan oyuna rəng qatırlardı, oradan da çox gözəldir. Və bizim azarkeşlər şəhidlər ölməz, vətən bölünməz şüarı ilə indi hal-hazırda dəstəyini nümayiş etdirirlər Ağdam Futbol Klubuna. Dərhal başladılar. Ötürməsini etdi, amma Kənan Rəhimova, Kamran Tağıyev də Fərid Məmmədovla oynamışdı. İndi out'a çıxdı. Kənan ötürməsini etdi. Vüsal Zeynalova. Vüsal. Tahir Bayramov. Əlasan Tahir. Fərid Məmmədova. Fərid Mahmudov idi bu. Ötürməsini etsə çox təhlükəli olar. İnanın çox təhlükəli olardı, amma etmədi. Fərid. İki Fərid var idi orada, amma bir-birini başa düşmədilər. Əslində Fərid Mahmudov özü qapıya doğru zərbə endirmək istədi. Bəlkə qol olar deyə, amma çox təəssüf ki, müdafiəçilər orada onu qarşıladı. Əslində qol olsaydı Fərid Mahmudov heç kim qınamayacaqdı, amma qol olmadı deyə Fərid Məmmədov ötürsəydi birbaşa 4-cü qolu qapıdan keçirə bilərdik. Yəni o dərəcədə iddialıyam bu sözümdə. Amma ötürmədi, eyb yoxdur, hələ qarşıda bizim belə şanslarımız çox ola bilər. Gənc futbolçumuz Fərid Mahmudovu da gəlin buna görə də qınamayaq. İndi Fərid Məmmədov ötürməsini etdi və çox da gözəl ötürməsini etmişdi, amma Cabir İsmailzadə orada yerində deyil idi. Amma hələ də hücum qurur Cabir İsmailzadə, amma topu itirdi. Pasını düzgün ötürmədi Cabir İsmailzadə. İndi Kamran Tağıyev mübarizəsini davam elətdirir və qazandı. Əhsən Kamran Tağıyev. Fərid Mahmudov. Fərid. Gözəl hərəkətlər Fəriddən. Sərvan Yamənli. Vüsal Zeynalov. Sərvan. Fərid orada yıxıldı və oyunu davam elətdirə bilməyəcək. Sanki çox yorulub Fərid Məmmədov və az öncəki hücumunda da qapıdan nə qədər yuvarlanıb kənara çıxdı, ola bilsin ki, orada bir xəsarət aldı və ona görə də bəlkə də oyunu buraxdı
bu dəqiqələrdə Fərid Məmmədov, Vüsal Zeynalov ötürməsini etdi. Sərvan Yamənli ilə oynadı. Çox iti hücumçudur. Daha doğrusu müdafiəçidir. Gözəl nəticələnə bilərdi, amma Fərid Mahmudov top ona çatmadı və biraz başının üzərindən keçdi. Ona görə də o heç nə edə bilməzdi həmin məqamda. İndi rəqib komandanın hücumu, amma bəli, Tahir Bayramov, əhsən sənə Tahir, əhsən sənə, yerə yıxıldı və topu aldı. Mərdan Süleymanov çox gözəl oynadı. Baş zərbəsi ilə imkan vermədi Mərcanlı hücumçularına. Yan xəta kimi bayrağını qaldırdı. Offside. Fərid Məmmədov indi əzələsi dartıldı sanki və indi onu əvəzləyəcək hücumçu kim olacaq? Kənarda Məhiyyəddin Əliyev var və daha sonra digər Fərid Məmmədov alqışlarla yola salınır. Doğrudan da bugünkü hücumların təşkilində və 3-cü qolun müəllifi kimi Fərid Məmmədovun böyük bir rolu var və doğrudan da alqışlayırıq Fərid Məmmədovu, elə mən özüm də. Oyuna Fərid Məmmədovun yerinə kim daxil oldu? İndi nömrəsini görsəm biləcəm. 44 nömrəli oyunçumuz Habil Hüseynov. Habil Hüseynov meydana daxil oldu Fərid Məmmədovun yerinə. İndi rəqib komandada da dəyişiklik oldu. Növbəti dəyişikliklər həyata keçirilir. Habil Hüseynov. Vüsal Zeynalov. Vüsal. Kənan Rəhimovla oynadı. Kənan. Habil Hüseynov. Habil ötürməsini etdi Cabirə, amma Cabirə top çatmadı. Fərid Mahmudov. Top ona gəlsəydi çox təhlükəli ola bilərdi, amma nə baş verdi orada? Kamran Tağıyev. Kamran irəliləyir. Top itirdi. Cabir İsmailzadə, hələ də top bizdədir. Kənan Rəhimov çata bilmədi topa. Kənan Rəhimov. Tahir Bayramov, əhsən Tahir. İndi Kənan Rəhimov ötürməsini etdi Tahir Bayramova. Mərdan Süleymanov. İndi bizim komandada qapçı dəyişikliyi də həyata keçirilib və qapçımız Hilal İmranlının yerinə növbəti qapçımız Fədai meydana daxil oldu. Yeni qapçımız Fədai, ona da uğurlar diliyirik. Vüsal Zeynalov ötürməsini etmişdi, amma top çatmadı. Məhiyyəddin Əliyev top itirdi. Habil Hüseynov, Cabir İsmailzadə ilə oynadı. Cabir ötürməsini etsə təhlükəli ola bilərdi. Gol! Gol, 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 gol! Habil Hüseynov
növbəti qolu qapıdan keçirdi. Əhsən sənə. Əhsən sənə Habil Hüseynov. Amma gəlin burada Cabir İsmailzadənin də əziyyətini unutmayaq. Cabir İsmailzadə çox gözəl bir pas ötürdü. Əzimkar mübarizə apardı orada, topu itirmədi. Dərhal pasını ötürdü. Cabir İsmailzadə və Habil Hüseynov topu qapıdan keçirdi. Əhsən 4-2. Komandamız 4-2 məğlub edir Mərcanlı komandasını. Əhsən sizə uşaqlar. Mən oyunun soyma geyimi otağında hər bir futbolçuya demişdim ki, hesab 4-2 olacaq. Və həqiqətən də elə də oldu. Hələ ki hesab belədir, amma mən istəyirəm ki, məni yanılsınlar. Necə deyərlər, 5-ci topu da qapıdan keçirdək. Hələ vaxta var, hörmətli azarkeşlər. Çox gözəl, ürəkaçan bir mənzərə var hal-hazırda. 4-2 qalib gəlirik Mərcanlı üzərində və qapçımız Fədainin də necə deyərlər, ayağı düşdü komandaya və oyuna daxil olan kimi növbəti 4-cü qolu qapıdan keçirdik. İndi Mərcanlı komandasının hücumu, amma hücumun qarşısını aldı müdafiəçilərimiz. Əslində burada baş hakim Sərxan İsmailov cərmə zərbəsi təyin edib və dərhal istifadə etdilər cərmə zərbəsini. İndi rəqib komandanın hücumu başlayır. İrəliyə doğru pas ötürdü, amma Tahir Bayramov yerindədir. Qapıya doğru zərbə, amma top qapıdan yan keçdi. Qapçımız Fədai yerindədir. Vüsal Zeynalov, amma indi oyunçumuzu yıxdı. Rəqib komandanın futbolçusu indi birbaşa Kamran Tağıyevlə oynadı. Kamrandan Məhiyyəddinə gözəl bir pas. Kənan Rəhimov Kamran Tağıyevlə oynadı. Yenidən Kənan. Kənan irəliyir. Cabir İsmailzadə ilə oynadı. Haydi Cabir. Cabir ötürməsini etdi Kənan Rəhimova. Kənandan irəliyə doğru pas. Gözəl Mahiyyəddin Əliyev. O muydu? Bəli. İstədi ki, qapıya doğru akrobatik bir hərəkətlə yadda qalsın, yəni qolunu vursun, amma alınmadı. İndi yan xətt hakimi ofsayd bayrağını qaldırdı. Hakim topu yenidən başlamalarını istədi. İndi rəqib komanda hücuma çıxmaq istəyəcək. İrəliyə doğru pas ötürmüşdü, amma Mərdan Süleymanov yerindədir, amma Mərdan onu topu saxlayıb dəqiq pas ötürə də bilərdi, çünki yanında heç kim yox idi rəqib komandadan. Həsən Kənan Rəhimov.
Kamran Tağıyevdən Mahiyyəddin Əliyevə doğru pas. Cabir İsmailzadəyə pas ötürməli idi, elə də etdi. Haydi Cabir, 5-ci gol gəlsin. Top qapıdan yan keçdi. Az öncə Cabir İsmailzadə oradan çox gözəl bir asist etmişdi və Habil Hüseynova gözəl bir pas ötürmüşdü və qolla nəticələnmişdi. 4-cü qolu qapıdan keçirtmişdik. İndi həmin paslardan birini ötürdü, amma orada bu səfər heç kim yox idi. Şünasib Edirli outdan topu oyuna daxil edəcək. Habil Hüseynov topu yenidən outa göndərdi. İndi Mərcanlı komandası bu səfər outu yerinə yetirdi. Amma dərhal da itirdilər topu. Ay. Orada komandamıza qarşı kobudluq. Fərid Mahmudov yüngül zədə almışdı orada. Azarkeşlərimiz yeni qələbəyə səsləyir. Hələ də futbolçularımıza baxmayaraq ki 4-2 uduruq, amma hələ də onlar növbəti qolu istəyirlər öz komandasından. Mərdan Süleymanov yerindədir. Kamran Tağıyev. Kamran ötürdü pasını. 44 nömrəli oyuncu Habil Hüseynova. Amma itirdi. Hal-hazırda rəqib komandanın hücumu başlayacaqdı, amma Kamran Tağıyev imkan vermədi. Mahiyyəddin Əliyev ondan topu almaq istədi. Hələ də mübarizəsi davam edir. Tahir Bayramov Allah'tı rəqibini. Tahir Fərid Mahmudovu düşünmüşdü, amma top sol cinaha yox, sağ cinaha doğru hərəkət etdi və birbaşa rəqib komandanın qapısına doğru. İndi Fərid Mahmudov Kamran Tağıyevlə oynadı. Kamran yoxladı oradan, amma top qapının üstündən keçdi. Növbəti əvəzlənmə rəqib komandada. İndi rəqib komandanın hücumu başlayır. 66 nömrəli oyuncu irəliyir və pasını ötürdü. 44 nömrəli oyuncuya. Kamran Tağıyevi keçə bilməyəcək. Bəli, elə də oldu. Oyunun sonlarına doğru irəliyirik. İndi Fərid Mahmudov baş zərbəsi ilə topu çıxartmışdı. Əhsən. Mərdan Süleymanov topu baş zərbəsi ilə outa çıxartdı. Rəqib komanda bərabərlik qolu axtarışındadır. Yəni onlar 2 qol vurmalıdırlar ki hesab bərabərlənsin, amma hələ ki onların bu səyləri nəticə vermir. Rəqib komandanın futbolçusuna qarşı bir kobudluq qeydə aldı orada. Oyunun baş hakimi Sərxan İsmailov. İndi çox təhlükəli bir cərmə zərbəsi yerinə yetirəcəklər. Rəqib komandanın futbolçuları.
Görək nə ilə nəticələnəcək. Doğrudan da çox təhlükəli bir nöqtədən cərimə zərbəsi yerinə yetirəcəklər. Az öncə Hilal qarşısına almışdı bunun, amma indi Fədai Naibov qapçımız görək nə ilə yadda qalacaq əgər birbaşa qapıya zərbə indirilsə. Əhsən Tahir Bayramov baş zərbəsi ilə imkan vermədi. Onların bu hücumu təhlükəli olmasını əngəllədi. Necə deyərlər, Tahir Bayramov. İndiki zərbəsi yerinə yetirəcək Mərcanlı komandası. Mərcanlı küz zərbəsini yerinə yetirdi. Fədai Naibov. Əhsən Fədai topu çıxartdı. Kamran Tağıyev birbaşa irəliyə doğru atdı. İndi oyun bitdi. 4-2 qələbə qazandıq. Təbrik edirəm komandamızı. Ürəkdən təbrik edirəm. Möhtəşəm bir qələbə idi. Əhsən komandamıza. Nurlan Quliyevin baş məşqçiliyi altında növbəti meydan qələbəmizi qazandıq. Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda. Mən bloger Orxan Şirinli oyunu sizlər üçün şərh etdim. Sağ olun, növbəti oyunlarda görüşənədək.